Baş nazir İrakli Qobaxidze İMEDİ telekanalının canlı efirində hökumətin yeni təşəbbüsü barədə danışıb. O, ifadə azadlığı ilə nifrət dili arasındakı sərhədə diqqət çəkib. Baş nazirin sözlərinə görə heç kim heç kəsə tənqidi qadağan edə bilməz, lakin nifrətin müəyyən formalarına reaksiya verilməlidir. Daxili İşlər Nazirliyində yeni bölmə yaradılır. Bu bölmə ictimai məkanda nifrət dili və təhqir edici kampaniyalara nəzarət edəcək. Yeni idarə aqressiyanın hədəfi olan şəxsin şikayəti olmadan da dərhal hüquqi reaksiya göstərəcək. Baş nazir İrakli Qobaxidze Böyük Britaniyanın güclü televiziya kanalları İMEDİ TV və Post TV üçün tətbiq etdiyi sanksiyalara münasibət bildirib və 2007-ci ildə baş vermiş hadisələri xatırladıb. Onun sözlərinə görə həmin hadisələrə görə heç kim sanksiyaya məruz qalmamışdı. Baş nazir həmçinin 2011-ci ilin 26 may hadisələrini də yada salaraq bildirib ki, Avropa ölkələri üçün Gürcüstanda 26 mayda baş verənlər tamamilə qəbul olunan idi. O qeyd edib ki, insanların öldürülməsi, cəsədlərin köşklərin üzərinə qoyulması və elektrik cərəyanı ilə işgəncə imitasiyası kimi hadisələrə güya demokratlar, Britaniyalılar, Almanlar və digər ölkələr yaşı qışıq yandırmışdılar. Baş nazir Avropa strukturlarının rəhbərlərinə ünvanladığı açıq məktubla bağlı qiymətləndirmələr davam edir. Hakimiyyətin oponenti olan qüvvələr bu məktubu qeyri-ciddi adlandıraraq və problem kimi görürlər ki, Gürcüstanın baş naziri strateji tərəfdaşlarla münasibət qurmaq üçün açıq məktub formatından istifadə edir. Hakim Gürcü Arzusu partiyasının üzvləri isə bildirirlər ki, Avropa İttifaqı Gürcüstana münasibətdə ikili standart tətbiq edir. Gürcüstanın müstəqillik günü münasibəti ilə keçiriləcək əsas tədbirə hazırlıq davam edir. Tbilisinin Azadlıq meydanında ilk məşq keçirilib. Hazırlıq prosesinə general-mayor Joni Tatunaşvili rəhbərlik edib. Müdafiə qüvvələri ilə yanaşı çağırışçılar da məşq keçiriblər və 26 mayda hərbi and içərək orduya qoşulacaqlar. And içmə mərasimləri ölkənin 12 tarixi məkanında keçiriləcək. Həmin gün Tbilisi və daha 26 şəhərdə hərbi texnika və avadanlıqlar nümayiş olunacaq. Tədbirin sonunda isə hərbi aviasiyanın uçuşu baş tutacaq. ABŞ prezidenti Donald Trump İranla bağlı bildirib ki, yeganə sual budur. Gedib onları tamamilə məhv edəcək, yoxsa onlar sənədə imza atacaqlar. O, bu açıqlamanı Connecticut ştatının New London şəhərində ABŞ Sahil Mühafizəsinin Akademiyasının məzun buraxılışı mərasimində səsləndirib. Prezidentin sözlərinə görə ABŞ müharibə dövründə İranı tamamilə darmadağın edib və Tehranın artıq nə dəniz, nə də hava qüvvələri qalıb. O, bir daha vurğulayıb ki, Vaşinqton İranın nüvə silahına sahib olmasına imkan verməyəcək. Kino evində Gürcüstan Patriarxı 2. İlyanın xatirəsinə həsr olunmuş video çarxın təqdimatı keçirilib. Patriarxın xatirəsinə adlı yeni kompozisiya bəstəkar Manana İmedacı tərəfindən Cuba Ğebelinin şeiri əsasında hazırlanıb. Kompozisiyanın musiqiçi Temur Ütelaşvili ifa edib. Layihənin əsas məqsədi 2. İlyanın əbədi xatirəsini yaşadılmasıdır.